Bu balaca sovet maşını var, böyük traktorların çörəyini əlindən alırdı. T-16 kəndin gizli qəhrəmanı, bir maşında 40 fərasət cəmlənən texnika idi. Çayını süzüb mürəbbəni çəkib videoya bir bəyanatınıza başlayaq. Təsəvvür elə 1960-cı illər, SSR vaxtı. Kəndlərdə səhər tezdən ham işə çıxıb. Böyük traktorlar var, kombaynlar var. Amma bir maşın var ki, ham onun başına yığışırdı. Adı da sizə çox tanışdır. T-16. Amma bu biz bildiyimiz adi traktor deyil, bu kəndlinin universal əsgəri idi. Bəs necə yarandı bu əfsanə deyə soruşsan, il 1961. Sovet mühəndisləri başa düşdü ki, kənd təsərrüfatında hər işi üçün ayrı texnika yaratma. Ona görə qərar verdilər ki, gəlin elə bir maşın düzəldək ki, hər işi görsün. Beləliklə T-16 yaranır. İlk modellər əsasən Xarkov traktor zavodunda istehsal olunurdu. Sonradan yeni dizaynlı versiyalarda çıxır. Amma əsas fərq nə idi? Bu biz bildiyimiz klassik traktorlar kimi deyildi. Qardaş, biz bildiyimiz sadə dədə-baba normal traktorlarda mühərrik qabaqda olur da, düzdür? T-16-da isə hər şey tərsinə idi. Mühərrik arxada, qabaqda isə boş platforma. İndi bunu kəndlərin deyimi ilə desək, başayaq traktor idi. Bu dizaynın üstünlüyü nə idi? Texniki xüsusiyyətlərini və digər məlumatları bilmək üçün YouTube kanalıma keçid edib oradan uzun versiyanı izləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.